Chevrolet Cruze sürənlər, hamınızı bu videonun altında gözləyirəm. Rəylərinizi və like'larınızı. Və onu da deyim ki, bu maşın yəni əməlli başlı sən demə invalidmiş. Çünki Elşən bayaqları mənə o qədər problemlər çıxartdı ki, bu maşınla bağlı. Və onu da deyim ki, o problemləri keçməmişdən əvvəl onu da deyim ki, bu maşın, bax sırf bu maşın 4 ildir ki, sürülür və qaynatmır. Yəni qaynatmayan Chevrolet Cruze özü birinci nəsildə, əsasən birinci nəsillər qaynadır. İkinci nəsildə elə bir problemlər yoxdur deyəsən. İkinci nəsildə ancaq benzin defektidir ki, 95 yerine 92 tökülərdir. Ben Porsche yanması baş verir. Başqa ikinci nəsildə heç bir problem yoxdur. Heç bir problem yoxdur. Ola bir xəstəlik. Ya onu aldınsa 95 sürməlisən. Yəni 95 benzinlə. Bəli. Yaxşı, bu gəl bu şeylərdən danışaq da, bu invalid məsələlərdən danışaq. Burada nə problemlər olur məsələn? Kruzların can alan yerləri nə ilə gəlirlər ən çox? Ən çox problem üst krişkanın membranında baş verir. Ən stabil problem odur. Hə. O heç onu bilirəm. Kollektor. Kollektorun özü. Çünki bu kollektorda problem olur. Sapın sistemindən motordakı yağı içinə çəkib problem nədən çıxır ortalığa? Yəni səbəb nədir? Səbəb səhv yağ. Səhv yağ. Aha, sonra ondan sonra antifriz. Antifriz. Qaynanma səbəbi. Əsas məsələdir. Bu maşını görəndə antifriz kimi görürsən maşını. Bəli. Yəni bu sistemlər yerində olduğu təqdirdə, düzgün yağ, düzgün antifriz töküldüyü təqdirdə bu maşınlar həqiqətən də ölümsüz maşınlardır. Sonra başqa. Deyəsən burada da nəsə Xamir sistemi, hansı ki bunun problemi sırf hava filtrinə görədir. Hava filtri vaxtında dəyişilməyən də bunun içindəki sensor var ki, çiklənir. Və hava filtrinin çox usta dəyişən vaxtı çıxardır, tulluyur korpusu. Bunun içindəki sensor çox, necə deyərlər, həssas bir sensordur. Çox bir zərifdir. Bəli. Turbo ilə bağlı nəsə? Turbo ilə bağlı çox vaxtı bizim 50 qəpik deyirlər çox vaxtı bizdə ustalar. Onun tutulması olur. Düzgün açılıb bağlanmır. Başqa bir problem olmur turbosunda. Turbosunda başqa bir, yəni ciddi bir problem olmur. Yəni əsasən bu performans sentra vətəninə də, Chevrolet'in vətəninə, GM-in vətəninə nə ilə bağlı gəlirlər? Bax biz bu Chevrolet Cruze'un birinci nəslindən danışırıq. Termostat problemi ilə gəlirlər, qaynatma söhbəti ilə daha çox gəlirlər. Ondan sonra termostat orijinal olmalıdır da qardaş. Termostat sözsüz orijinal olmalıdır. Hara fırlatsan fırlat GM-in özünün olmalıdır. Sırf GM-in özünün olmalıdır ki, bu maşın ona görə işləyə bilsin. Çünki dublikat qoyulanda açma temperaturları fərqli olur. Termostat əsasən 110-da açmalıdır. 110-dur. Bunun təyinatı 110-dur. Yaxşı usta axtarırsınızsa, Performans Center sizin ixtiyarınızdadır. 1633 nömrəsi. Bax belə yığılır. 1633. Telefonu götürürsünüz, 1633 nömrəsinə zəng edirsiniz və probleminizi deyirsiniz. Və yaxud da saytdan www.performancecenter.az saytı da sizin ixtiyarınızdadır. Sadəcə saytdan da maraqlana bilərsiniz. Bütün məsələlərlə bağlı. Və bütün xidmətlər üzrə ustalarımız da var.